Möhtərəm müsəlmanlar, Əhl-i Sünnənin mənhəci barədə olan kitabın tədrisinə davam edirik. Bugünkü mövzumuz Əhl-i Sünnənin razı qaldığı ləqəblər və adlardır. Hansı Quran və Sünnədə Əhl-i Sünnənin, daha doğrusu Sünnədə varid olan, həmçinin Sələfin sözündə varid olan və Əhl-i Sünnənin özünə razı qaldığı adlardır. Və bu adların hər birinin ayrı-ayrı mənalarını izah edəcəyik və sonra bu adların xüsusiyyətlərini, bu adların başqa bidət əhlinin adlarından seçən xüsusiyyətlər nədir? Yəni bu məsələdə Əhl-i Sünnənin mənhəci nədir? Niyə görə Əhl-i Sünnə bu adları, bu rəqəbləri özünə götürüb, razı qalıb, onu izah edəcəyik. Və bu adlardan birinci qeyd edildiyimiz Əhl-i Sünnə vəl Cemaatdır ki, bu barədə biz ətraflı Əhl-i Sünnə kəlməsi haqqında keçən dərsimizdə, müqəddimədə ətraflı şəkildə izah etdik. İkincisi adlardan Əhl-ül Hədis, hədis əhlidir. Hədis əhli necə ki, imamlardan, Əhl-i Sünnə imamlarından, Əhl-i Sünnə alimlərindən İmam Buxari, İmam Əhməd və başqalarından varid olub ki, Allahın yardım etdiyi tayfa, onlar hədis əhlidir. Yəni hədis əhli dedikdə sırf burada hədis elminin araşdırılması ilə məşğul olanlar deyil. Yəni hədisi Peyğəmbər sallallahu aleyhi və səlləmin sözünü hər kəsin sözündən öndə tutan, onun sözünü hər kəsin sözündən iləri çəkən, yəni onun sünnəsinə haqqı ilə tabi olan, istər əqidədə, istər ibadətlərdə, istər əxlaqda, istər insanlarla davranışda, müamilədə Rasulullah sallallahu aleyhi və səlləmin sözünü özünə rəhbər tutanlara hədis əhli deyilir. İstər bu insanlar hədis elmindən məşğul olsun, istər fiqh elmindən, istər Quran elmindən, istər başqa elmlərdən, istər sıradan bir müsəlman olsun. Amma o, Rasulullah sallallahu aleyhi və səlləmin sözünü hər kəsin sözündən üstün tutursa, o hədis əhlindən sayılır. Və Əhl-i Sünnətin ləqəblərindən biri də cəmaat kəlməsidir. Yəni həm Əhl-i Sünnə və cəmaat da gəlir, həm də cəmaat da istifadə olunur və bu da cəmaat kəlməsi də biz keçən dərsimizdə izah etdiyimiz kimi bu kəlmə də Peyğəmbər sallallahu aleyhi və səlləmin hədislərində varid olub. Necə ki, hədisdə bəyan edir ki, mənim ümmətim 73 firqəyə bölünəcək. Hamısı cəhənnəmdədir, birindən başqa xilas olan biri olacaq. Onlar da deyir, cəmaatdır. Bu cəmaat dedikdə nə qəsd olunur? Bundan məqsəd nədir? Bu arada alimlərin müxtəlif rəyləri var. Bəzi alimlər deyir ki, ümmətin çoxluğudur. Ümmətin çoxluğudur. Bəziləri deyir ki, burada alimlərdən olan cəmaatdır. Yəni, müştəhidlərdən və alimlərdən olan cəmaatdır. Bəziləri deyir ki, buradan məqsəd səhabələrdir. Və bəziləri deyir ki, əgər müsəlmanlar bir əmirin, bir rəhbərin ətrafında cəm olarsa, onlar cəmaatdır. Və bəziləri də deyirlər ki, burada məqsəd haqqa müvafiq olmaq və haqdan yapışmaqdır. Necə ki, İbn Məsud radiyallahu anh məsələdə buyurur ki, İnnəməl cəmaatu mə vafəqə ta'atəllah və in kuntə vahdək. Həqiqi cəmaat Allahın itaətinə müvafiq olmaqdır, hətta sən bu məsələdə tək olsan belə. Yəni, belə baxdıqda bu rəylərin hamısı əslində, yəni arasında böyük bir ziddiyyət yoxdur. Hamısı yəni haqq yolda olmağın, yəni bu rəyləri belə cəm edir ki, hamısı haqq yolda olmağa dəlalət edir. Sahabələr də haqq yolda idi. Həmçinin rəhbər ətrafında birləşən insanlar da haqq yolda olan insanlardır. Əhl-i Sünnətin adlarından biri də Əl-Firqatun Nəciyə, xilas olan firqədir. Necə ki, bu az öncə zikr elədiyimiz hədisdə keçir. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mənim ümmətim 73 firqəyə bölünəcək. Kullə hədiki finnər illə vahidə. Yəni, lə təncu minhə illə vahidə. Yəni, oradan yalnız qurtuluşa çatan, nicat tapan firqə yalnız biri olacaq. O, bir firqə, yəni firqa nəciyə, yəni qurtuluşa çatan firqə adlanır. Çünki Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, onlar kimlərdir? Mən bugün və mənim sahabələrim hansı yoldadır, o insanlar da o yolda gedərsə, onlar qurtuluşa çatan firqədir. Həmçinin Əhl-i Sünnətin adlarından, ləqəblərindən biri də At-Taifətul Mansura, yardım olunmuş tayfadır. Yardım olunmuş tayfa dedikdə nə qəsd olunur?
Bu əslində Rasulullah sallallahu aleyhi və səlləmin hədisindən götürülür. Peyğəmbər sallallahu aleyhi və səlləm necə ki Muaviyə bin Qurra atasından rivayət elədiyi, Qurra bin İyasdan rivayət elədiyi hədisdə Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, mənim ümmətimdən bir tayfa olacaq ki, onlar yardım olunmuş tayfa olacaq. Deyir ki, lə yadurruhum mən xaləfəhum və lə mən xədələhum. Onlara müxalif olanların müxalif olmağı, nə də onları yardımsız buraxanların onları yardımsız buraxmağı onlara zərər verməyəcək. Hatta təqumasa və bu qiyamətə qədər davam edəcək. Və bu hədisdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Mansurin al-haqq, haqq üzərində yardım olunmuş tayfa. Bir ləfsə gəlir ki, zahirin al-haqq, haqq üzərində zahir olunmuş tayfa. Və buna görə də Əhl-i Sünnətin ləqəblərindən biri də alimlər buyurur ki, Taifatul Mansura, yəni yardım olunmuş tayfadır. Niyə görə bunlara yardım olunmuş tayfa deyilir? Çünki Allah Azze ve Celle haqq üzərində olanlara harda olursa olsunlar, hansı zamanda yaşasınlar, insan əgər haqq üzərindəsə, doğru yoldadırsa Allah Azze ve Celle ona yardım edəcək. Allahın yardımı heç zaman gecikməz. Və Allah Azze ve Celle'nin yardımı daima o insanlarladır. Çünki onlar haqq üzərindədirlər. Allah Azze ve Celle'nin bu Allahın vədidir. Və qiyamətə qədər bu davam edəcək. Bu hədis haqqında istəyirəm biraz, yəni haşiyədə olsa, bir əlavə bir şərh verəm. Bu hədis doğrudan da çox önəmli bir hədislərdəndir. Çox ibrət alacağımız, xüsusən bu günümüzdə fitnələrin çoxaldığı bir zamanda ibrət alacağımız bir hədisdir. Baxın, Rasulullah sallallahu aleyhi ve sellem hədisdə deyir ki, mənim ümmətimdən bir tayfa yardım olunmuş tayfa olacaq. Bu qiyamətə qədər davam edən belə bir tayfa olacaq. Əgər sən Rasulullah sallallahu aleyhi ve sellem yolu üzərindəsənsə, onun göndərdiyi şəriətdən haqqı ilə tutmusansa, bil ki, sən inşallah o tayfadansan. Bu Rasulullah sallallahu aleyhi ve sellemin bir növ müjdəsidir. Müsəlmanlara, özündən sonra gələn bu ümmətdən olan müsəlmanlara, qiyamətə qədər olan müsəlmanlara bir müjdəsi sayılır. Ki Allah Azze ve Celle sizə yardım edəcək. Allahın yardımı sizdən heç zaman kəsilməyəcək. Və buyurur ki, Lə yadurruhum mən xaləfəhum. Onlara müxalif olanların müxalif olması onlara zərər verməyəcək. Deməli, bu hədislər nə başa düşülür? Deməli, haqq əhlinə həmişə müxalif olanlar olacaq. Haqq əhlinə müxalif olanlar kimlərdir? Haqq əhlindən olmayan hər kəs müxaliflərdir. İstər başqa din sahibləri olsun, kafirlərin bütün sinifləri, kitab əhli olsun, büddistlər olsun, dinsizlər olsun, fərq eləməz. Bütün din, İslamdan olmayan digər din sahibləri, bunlar hamısı haqqa müxalif olanlardır. Həmçinin İslamda olub, Əhl-i Sünnətin yolunda olmayanlar da bizə müxalif olanlardır. İstər rafizlər olsun, istər sufilər olsun, istər xavarişlər, istər cəhmiyələr, istər murciyalar, istər mütəzilələr, fərq etməz. İstər əşarilər, istər mütəzilələr. Bunlar hamısı haqqa müxalif olan insanlardır. Hamısı Əhl-i Sünnətin yoluna, Rasulullah sallallahu aleyhi ve sellem'in ve onun sahabelərinin yoluna müxalif olan insanlardır. Və Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, Lə yadurruhum mən xaləfəhum. Onlara müxalif olanların müxalif olması onlara zərər verməyəcək. Yəni bu hədisdən başa düşülən odur ki, o insanlar sənə zərər vermək istəyəcəklər. Və bu zərəri görəndə təəccüblənmə. Çünki Rasulullah sallallahu aleyhi ve sellem artıq bunu xəbər verib. O insanlar sənə zərər vermək istəyəcəklər. Lakin onların zərər vermək istəməyi sənə zərər toxunda biləcəkmi? Xeyr. Çünki Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, Lə yadurruhum mən xaləfəhum. Onların müxalif olmağı, o müxalif olanların əməli onlara zərər verə bilməz. Həmçinin Allah Teala Quran-ı Kərimdə buyurur ki, Lə yadurrukum illə əzə. Onlar sizə əziyyətdən başqa bir zərər verə bilməzlər. Yəni əziyyət verə bilərlər müsəlmanlara? Bəli, əziyyət verə bilərlər. Haqq əhlinə əziyyət verirlər. Sözləri ilə, əməlləri ilə əziyyət verə bilərlər. Lakin zərər toxundura bilərlərmi? Allahın izni olmadan kimsə haqq əhlinə zərər toxundura bilməz. Deməli, bu Rasulullah sallallahu aleyhi ve sellemin bir növ müjdəsidir. Həm bizə olacaqları xəbər verir ki, bizə müxalif olanlar olacaq, bizi buna hazırlayır, həm bizə xəbər verir ki, müxalif olanlar bizə zərər vermək istəyəcəklər, eyni zamanda bizə bir təsəlli verir ki, onlar bizə zərər vermək istəsələr də
zərər verə bilməyəcəklər. Və deyir ki, وَلَا يَضُرْهُمْ مَنْ خَذَلَهُمْ Həmçinin onları yardımsız buraxmağı da onlara zərər verməyəcək. Biz az öncə dedik ki, müxalif olanlar kimlərdir? Əhl-i sünnətdən olmayan hər kəs müxaliflərdir. Bəs xuzlən əhli, yardımsız buraxanlar kimlərdir? Yardımsız buraxanlar əhl-i sünnətdən olan insanlardır. Əhl-i sünnətdən olub, əhl-i sünnətin yayılmasına, sünnənin yayılmasına yardım etməyən insanlardır. Bu insanlar müxtəlif yollarla ola bilər, müxtəlif hallarda, müxtəlif vəsiflərdə ola bilər. Əgər bir insan bugünkü günü Allahın dinini öyrənib, ona dəvət etmirsə, o Allahın dinini yardımsız buraxanlardandır. Bir insan Allahın dininə dəvət edənlərdən batilcəsinə çəkindirirsə, onlara lazımsız adlar qoşub, onların dalınca danışırsa, o xuzlən əhlidir. O Allahın dinini yardımsız buraxanlardandır. Bir insan haqq dəvətçiləri gözdən salmaq üçün müxtəlif yollara əl atırsa, o xuzlən əhlidir. Allahın dinini yardımsız buraxanlardandır. Bir insan qadir olduğu halda malı ilə Allahın dininə yardım etməyə qadir olduğu halda yardım etməzsə Allahın dinini yardımsız buraxanlardandır. Bir insan cahilə, sözü ilə, yəni vasitəçiliyi ilə Allahın dininə yardım etməyə qadir olduğu halda bunu etməzsə Allahın dinini yardımsız buraxanlardandır. Hətta sıravi bir müsəlman, ona məsələn dərslər göndərilir, o dərsləri başqalarına yaya bildiyi halda, məsələn müasir cihazlar vasitəsilə, WhatsApp və s. vasitəsilə yaya bildiyi halda bunu etmirsə, o da Allahın dininə yardım etməyənlərdəndir. Yəni hər bir kəs Allahın dininin, əgər haqq əhlisənsə, haqq yoldasansa, sən Allahın dinini yaymağa ən həris insan olmalısan. Allah Azze ve Celle'nin dinini yaymağa yəni çalışmalısan. Hər bir vasitə ilə, hər bir vəcih ilə haqq dinini yaymağa çalışmalısan. Ona mani olmamalısan. Mani olanlardan olmamalısan. Özünü belə bir təhlükəyə atma. Resulullah sallallahu aleyhi ve sellemin vəsf etdiyi kimi xuzlən əhlindən olma. Allahın dinini yardımsız buraxanlardan olma. Görürsən, ətrafında insanların şirk içərisində, küfür içərisində batıb getdiyini görürsən. İnsanların nə qədər zəlalətlərdə, nə qədər bidətlər etdiyini görürsən. Və sən onların hamısını tərk edib haqq əhli ilə uğraşırsan. İşin gücün haqq əhlidir. Onların dəvətinə mane olmaqdır. Onları gözdən salmaq üçün çalışmaqdır. Əgər bu da xuzlən deyilsə, xuzlən bəs nədir? Bu Allahın dinini yardımsız buraxmaq deyilsə, bəs bu nədir? Amma haqq əhlinə də bir müjdə var ki, Rasulullah sallallahu aleyhi ve sellem buyurur ki, o xuzlən əhlinin etdiyi də sizə zərər verməyəcək. Nə edirsə etsinlər, Allahın dininə qarşı, Allahın dininin yayılmasına qarşı necə edirlər, etsinlər, necə mani olmağa çalışırlar, çalışsınlar, yenə də onların əməli sizə zərər verməyəcək. Və bu da həqiqətən iman əhli üçün bir müjdədir. Eyni zamanda bugünkü günü bəzi müsəlmanlar sahədə olan bəzi fitnələri görəndə təsirlənirlər. Deyirlər ki, subhanallah, niyə bu şeylər baş verir? Və niyə məsələn hər iki tərəf haqq əhli olduğu halda, hər iki tərəf əhli sünnət olduğu halda niyə insanlar arasında bu kimi şeylər baş verir? Yəni sən bu hədisi oxuyanda xatırlayırsan ki, Rasulullah sallallahu aleyhi ve sellem artıq xəbər vermişdi. Xəbər vermişdi ki, xuzlən əhli olacaq. Xuzlən əhli kimdir? Haqq etiqadı üzərində olub, lakin dəvəti yardımsız buraxanlardır. Dəvətin yayılmasına mane olanlardır. Rasulullah sallallahu aleyhi ve sellem artıq onların haqqında 1400 il əvvəl xəbər verib. Ona görə də sən heç vaxt bundan təəccüblənmə. Eyni zamanda qəlbinə təsəlli tap ki, Rasulullah sallallahu aleyhi ve sellem xəbər verdiyi kimi, onların bu kimi əməlləri dəvətin yayılmasına mane olmayacaqdır. Əhl-i sünnətin adlarından biri də əhlül əsər, əsər əhli yaxud əsəriyyədir. Əsər əhli, yəni əsərə tabi olanlardır. O bu kəlmə, əsər kəlməsi lüğətdə, ərəb dilində ümumiyyətlə, daha doğrusu alimlərin istilahında əsər, yəni bir şeyin izi deməkdir. Lüğətdə iz deməkdir. Alimlərin istilahında isə 3 müxtəlif istilahda istifadə edilir. Bəzi alimlər bunu əsər dedikdə Rasulullah sallallahu aleyhi ve sellemin sırf hədislərinə aid edir. Mə ustirə anin-nəbi sallallahu aleyhi ve sellem deyilir. Yəni Rasulullah sallallahu aleyhi ve sellemdən rivayət olunan əsərlər. Yəni burada əsər dedikdə bu mənada hədis qəsd olunur. İkinci məna əsər dedikdə Peyğəmbər sallallahu aleyhi ve sellemdən və sahabələ və tabiindən varid olan ləfzlərə hamısına əsər deyilir.
Yəni əhlül əsər. Və burada da əsas əhlül əsər deyəndə bu ikinci məna qəsd olunur. Biz əhlül əsər, əsər əhli deyəndə həm Rasulullah sallallahu əleyhi və səlləmin sözləri, həm də sahabələrin, tabiinin sözlərinə, ətbə tabiinin sözlərinə uyanlardır. Və bunlar hamısı əsər əhlidir. Üçüncü məna isə, məsələn, Rasulullah sallallahu əleyhi və səlləmin hədisindən başqa sahabə, tabiin, ətbə tabiin sözünə əsər deyilir. Bu da bəzi alimlərin istifadə etdiyi istilahdır və bəzi kitablarda da qəsd olunan, yəni bu məna olur. Lakin bizim burada əhlül əsər dedikdə, əsər əhli dedikdə qəsd etdiyimiz məna ikinci mənadır. Və bu məna da İslam alimlərindən Əbu Ubeyd Qasim ibn Səlləm öz kitabında istifadə edib, həmçinin İmam Mərvazi bunu istifadə edib, İbn Xuzeymə rahimehullah bu mənanı istifadə edib. Əhl-i sünnətin adlarından, daha doğrusu razı qaldığı ləqəblərdən biri də sələf, sələfilər və yaxud sələflikdir. Sələf kəlməsi bir neçə lüğətdən mənası var, hamısı öncəliyə, keçmişə qayıdır, hamısı keçmiş mənasındadır. Və alimlər istilahi mənada onu iki yerə bölürlər. Zamanla bağlı olan mənası, bir də zamana bağlı olmayan mənası. Zamanla bağlı olanlar özləri də alimlər arasında ixtilaf var ki, sələf dedikdə zamanla bağlı olan sələf kimlərdir? Bəziləri deyirlər ki, onlar hansı ki burayı söyləyənlər deyir ki, onlar yalnız sahabələrdir. Və bəziləri deyir ki, onlar, yəni o sahabələrdən sonraki sələfə aiddir. Və bəziləri deyir ki, onlar sahabə və tabiinlərdir. Və bəziləri deyir ki, onlar qurun-u mufaddalə, üç xeyirli nəsildir. Yəni sahabə, tabiin və ətba tabiindir. Və bu da cümhur alimlərin rəyidir. Və əksər alimlər də bu rəy üzərindədir ki, sələf deyəndə zaman baxımından üç xeyirli əsr nəzərdə tutulur. Və bəziləri hətta bunların İmam Əhmədin zamanına qədər, İmam Əhməd baxmayaraq ki, 3 əsrdə, xeyirli əsrdə yaşamayıb zaman baxımından, lakin necə ki İbn Rəcəb rahimehullah 3 xeyirli əsrdən də sonra gələn İmam Əhmədin zamanına İmam Əhməd daxil onları bunları sələfdən, zaman baxımından sələfdən sayıbdır. Və bəzi alimlər isə bunu zamana bağlamayır. Deyir ki, kimlər ki 3 xeyirli əsrdə yaşayanların mənhəci üzərində olarsa, onların yolu üzərində olarsa, o da sələfdən sayılır. Necə ki bu İbn Teymiyyə və bəzi müasir alimlərin rəyidir. Lakin burada bir məsələ var. Hər köhnə zamanda yaxud 3 xeyirli əsrdə yaşayan, mücərrəd o əsrdə yaşadı deyə sələfi sayıla bilərmi? Cavab qəti olaraq xeyr. Sələf olaraq sayıla bilməz. Çünki bütün bidət firqələrinin başı demək olar ki, o əsrlərdə ortaya çıxır. Məsələn, xavariclər sahabələrin zamanında ortaya çıxırlar. Xavariclərin ən məşhur 4 firqəsinin 4-ü də sahabələrin sonu tabiinlərin zamanında çıxıb. İstər Əzəriqalar olsun, istər Nəcdətlər, istər Sufriyyələr olsun, istər İbadilər olsun. Bunlar hamısı xavaric firqələr olub, 4-ü də yəni 60-cı, 70-ci illəri, hicrətin 60-70-ci illərində ortaya çıxmış firqələrdir. Və yaxud deyək ki, Rafizilər də ilk 1-ci əsrdə ortaya çıxmış firqədir. Və yaxud deyək Qədərilərdir, 1-ci əsrdə sahabələrin axır dönəmində ortaya çıxmış firqədir. Və yaxud Murciyalar həmin dövrdə ortaya çıxmış firqələrdir. Cəhmiyyələr, Cəhmiyyən Safvan, yəni 1-ci əsrin sonu, 2-ci əsrin əvvəllərində ortaya çıxmış firqədir. Hicri tarixlər 1-ci əsrin sonu, 2-ci əsrin əvvəlində ortaya çıxmış firqədir. Yəni deməli, mücərrəd o zamanda yaşamaq yetərli deyil. Mütləq nədir? Haqq üzərində olman, Peyğəmbər sallallahu əleyhi və səlləm onun sahabələrinin yolu üzərində olman lazımdır. Və sələflik şamil bir mənhəcdir, kamil və şamil olan bir mənhəcdir. O insan ki, kitab və Quran sünnə üzərində gedir və sahabələrə, xeyirli insan, Peyğəmbər sallallahu əleyhi və səlləm onun sahabələrinə heç bir sözdə və əməldə müxalif olmur, o sələf yolundadır. Və bəzi insanlar var ki, günümüzdə dil uzadırlar və deyirlər ki, sələfilik termini, sələfilər özlərinə təzə ad qoyublar, biz sələfiyik deyirlər. Bu termin sonradan çıxmışdır, bidətdir, bu belə bir termin olmayıb, keçmiş alimlər belə bir termin istifadə etməyib deyərək belə əhl-i sünnəni ləkələmək istəyirlər. Və biz bunlara dəlillə cavab vermək istəyirik. Ən birinci
Yəni demək istəyirik ki, bu kəlməni istifadə edən ən böyük alimlərdən biri İmam Əbu Hanifə rahimehullah, hicrətin 150-ci ilində vəfat etmiş Əbu Hanifə rahimehullah nə zaman ki, insanların kəlam elmi barədə çıxartdığı bidətlərdən soruşulanda o buyurur ki, məqalətül fələsifə, o fəlsəfəçilərin sözləridir deyir. Əbu Hanifənin sözüdür ki, fəlsəfəçilərin sözləridir, arikə bil əyə və tariqətis sələf. Və mən sənə ayələri, yəni Qur'anı və sələfin yolunu tövsiyə edirəm. Və bu, Nuru Əsbahani Əl-Hüccə fi Bəyanil Məhəccə kitabında 1-ci cild 116-cı səhifədə zikr etmişdir. Deməli, sələf sözünü İmam Əbu Hanifə rahimehullah istifadə edib. Həmçinin İmam Müslim öz səhihində Abdullah bin Mübarəkdən gətirir ki, Abdullah bin Mübarək insanların hər içərisində açıq aydın deyərdi ki, ey insanlar, Amr bin Səbitin hədislərini tərk edin, ondan hədis rivayət etməyin. Çünki o sələfləri söyür. Yəni sahabələri o Abdullah bin Mübarək adlandırır, sələf adlandırır, deyir, sələfi söyür. Deməli, sələf kəlməsini Abdullah bin Mübarək rahimehullah hicrətin 181-ci ildə vəfat etmiş Abdullah bin Mübarək da istifadə edib. Həmçinin Qasi bin Səlləm rahimehullah da iman kitabında sələf kəlməsini istifadə edib. Həmçinin İmam Tahavi buyurur ki, və uləmə'us sələf minəs-salihin və-təbi'in və mən ba'dahum minət-təbi'in əhlül xeyr vəl-əsər. Sələf alimləri kimlərdir? Salihlərdən olan tabiinlər, onlardan sonra gələnlər, tabiinlərdən sonra gələnlər xəbər və əsər əhlidir. Və əhlül fiqh və nazar, onlar fiqh əhlidirlər. La yuzkaruna illa bil cəmil. Onlar yalnız yaxşı şeylərlə xatırlanması, onların yaxşı şeylərlə xatırlanması gərəkir. Və mən zəkarahum bisu'in fəhvə alə qeyris səbil. Kim onları pis şeylərdə xatırlayarsa, o doğru yolda deyil. Bunu İmam Tahavi əqidəsində zikr etmişdir. 62-ci səhifədə zikr etmişdir. Həmçinin Qavvamus Sünnə İmam Əsbahani də Hüccə kitabında Əhl-i Sünnənin imamlarının adını çəkərək və buyurur ki, bu sələf etiqadı üzərində olanlardır. Həmçinin İmam Səm'ani 562-ci ildə vəfat etmiş İmam Səm'ani bu adı istifadə edib. Həmçinin İmam Sabuni kitab yazır və kitabını Aqidətus Sələf və Ashabul Hədis, sələflərin və hədis əhlinin əqidəsi adlandırmışdır. Və bu göstərir ki, bu termin yeni çıxan və yaxud İbn Teymiyyanın çıxartdığı bir termin deyil, İbn Teymiyyadan qabaq yüzlərcə, onlarca alimin istifadə etdiyi bir termindir. Bu məsələlərdə, bu adlardan sonra biz bir məsələni qeyd edək ki, Əhl-i Sünnətin bu adlarda olan xüsusiyyətləri nədir? Bu adlardan biz nə başa düşdük, nə öyrəndik? Bu adlardan başa düşdük ki, bu adlar, Əhl-i Sünnətin bu adları naslarla, bəziləri nasla, hədislərlə sabitdir və bəziləri isə necə ki, cəmaat kəlməsi kimi, firqa nəciyə kəlməsi kimi, taifə mənsura kəlməsi kimi bunlar hədislərə keçir və bəziləri isə hədislərə keçməsə də sələfdən varid olub və bidət əhlindən seçilmək üçün istifadə olunan kəlmələrdir. Həmçinin bu ləqəblər, bu adlar bidətə çağırmır, günaha çağırmır və yaxud təəssüb keçdiyə, müəyyən bir şəxsə təəssüb keçdiyə çağırmır. Bidət əhlində isə onun əksidir. Necə ki, bidət əhlinin adlarına baxaq, cəhmilər kimə nisbət olunur? Cəhm ibn Safvana, fərdə, bir şəxsə nisbət olunur. Və yaxud murciələr kimə nisbət olunur? İrca kəlməsini əməli imandan gecikdirdikləri üçün onlara murciə deyilir. Və yaxud xavariclər kimə nisbət olunur? Xuruc etdiklərinə görə, rəhbərə qarşı çıxdıqlarına görə onlara xavaric adı verilir. Etdikləri əmələ görə, etiqadlarına görə. Və bunlar və yaxud əşarilər Əbülhəsən Əşariyə nisbət olunur. Ya şəxsə nisbət olunurlar, ya da etiqad etdikləri hər hansı bidət bir inanca görə onlara o adlar verilmişdir. Amma Əhl-i Sünnətin adlarına baxın, hamısı məsumluğa dəlalət edir. Heç biri bidətə dəlalət etmir. Sələf kəlməsi, yəni sahabələrin yolunda olanlardır. Haqqa tabi olanlar. Cəmaat kəlməsi hədisdə varid olub. Taifətul Mansura hədisdə varid olub. El-Firqa Nəciyə hədisdə varid olub. Və əhl-ül əsər, yəni hədislərə tabi olanlar deməkdir. Həmçinin bu ləqəblər İslam üzərində əl-vəla vəl-bara qurur. Dostluğu və düşmənçiliyi İslam üzərində qurur bu ləqəblər. Şəxslər üzərində əl-vəla vəl-bara qurulmaz.
Filan şeyxi sevdinsə sələfisən, filan şeyxi sevmədinsə sələfi deyilsən, belə bir şey yoxdur bizdə. Bizim yolumuz odur ki, kim ki İslam, doğru İslama sarılırsa, ona haqqı sevgi göstərilir. Kim ki haqqı İslamdan sapırsa, haqqı İslamdan üz döndərirsə, o yoldan çevrilirsə, onunla da ondan uzaq durulur. Yəni bizim əl-vəla və əl-baramız, dostluq və düşmənçiliyimiz yalnız İslam üzərində qurulur. Həmçinin bu ləqəblər təəssübkeşliyə, müəyyən şəxsə yaxud hər hansı bir imama təəssübkeşliyə çağırmır. Məsələn, bəzi insanlara hədis deyirsən, Rasulullah s.ə.v hədisini deyirsən, deyir, xeyr, bizim şeyximiz, bizim imamımız belə deməyib. Bu təəssübkeşlikdir, dilimizdə məzəmmət olunan bir şeydir. Bizim yolumuz nəyə çağırır? Bizim, yəni əhl-i sünnətin mənhəci bu ləqəbləri nəyə çağırır? Bu ləqəblər təəssübkeşlikdən uzaq durmağa çağırır. Və həmçinin bu ləqəblər qədim ləqəblərdir. Heç biri indi çıxmış ləqəblər deyil. Və həmçinin bu ləqəblər o ləqəb sahiblərinin, bu ləqəbi daşıyanların haqq üzərində sabit olmasından və eyni zamanda İslamı müdafiə etməsindən xəbər verir. Bidət əhlində isə belə deyil. Allah təala istəyirəm ki, bizi eşidib faydalananlardan eləsin, eşidib yaxşına tabe olanlardan eləsin. Allah azza və cəllə bizləri Rasulullah sallallahu əleyhi və səlləm sünnəti üzərində sabit qalıb, onun sünnətinə dəvət edən qullarından eləsin. Subhanəkallahumma bihamdik, əşhədu ən la ilahə illə ənt, əstəğfiruka və etûbü ileyk.